Gedirsiniz xanımların yanına. Edəcəksiniz ya yox, qoy deyim. Hacı, Kərbəlayı, Məşədilər. Özünə qeyrətli kişi deyənlər ki, inşallah onlardansınız. Xanımların bayramında ananızdan, həyat yoldaşınızdan halallıq alın. Deyin, halal elə mənə. Zəhmətin çoxdur. İndiyə qədər 20 il, 30 il məndən zəhmət çəkmirsən. Görürsünüz cəmiyyətimizdə olan vəziyyəti. Bəlkə də boşanmaq istəmirsən, boşanmamısan. Xəyanət etməmsən. Uşaqlarıma yaxşı ana olmusan. Yaxşı həyat yoldaşı olmusan, məndən zəhmət çəkmirsən. Bunu dəyərləndirin. Əgər səhvim varsa, halal elə mənə. Qorxmayın, bu halallığı almaqla əskilməsiniz. Xanım Fatimə-i Zəhraya xatir bu halallığı xanımlardan alsanız, görərsiniz nə qədər evinizdə, həyatınızda dəyişiklik yaranacaq. Halallıq almasanız, onsuz da bir gün dünyanızı dəyişəndən sonra qiyamətdə halallıq almağa məcbur olacaqsınız. Xanımlarınıza həmin gün aparın gəzməyə, onlara vaxt ayırın. Bəli, Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə özü buyurur ki, bir kişinin həyat yoldaşının yanında əyləşməyi Allah Taala yanında, mənim məscidimdə etikaf ibadətindən üstündür. Daha sevimlidir, üzrüsən. Peyğəmbər buyurur ki, bir kişi həyat yoldaşının yanında əyləşsə, mən üçün daha çox sevimlidir. Peyğəmbərin məscidində, Mədinədə, buyurur, mənim məscidimdə etikaf eləsin, oruç tutsun, gecələr ibadət eləsin. Bir saat aparın bir restorana, aparın bir yerdə xanımlara, qoy xanımların da yadından çıxmasın ki, Fatimə-i Zəhra salamullah əleyhanın mövludunda kişilər bizə dəyər verir. İl boyu dəyər vermək lazımdır. Amma həmin gün xüsusi olaraq.